Artıq gəldim, evdəyəm. Mağazində belə bıçaqlar gördüm, çox bəyəndim. Firması Royal. Hamı tanıyır, 100%. Lap yekəsini götürdüm, çünki ət doğrayanda mənə lazım olur. Bu kartoşka soğanı soyarkən, bu da yəqin ki, xırda bir nəsə soyarkən, doğrayarkən lazım olacaqdır. Bir də qaydısını götürdüm cücə üçün. Artıq kəsdim, bunu çıxartdım. Bir də bıçağı böyük çıxartdım. Dedim, çoxsu kontent istəyir. Nə alıram, paylaşım deyə. Ona görə də tələsdim, açdım o birisiləri. İndi bunları yadıma düşdü ki, çəkməmişəm. Ona görə bunları saxladım təkrar üçün. Prop edəcəm indi. Qayti gözəl kəsdim bu arada. İmran. 12 santlıq bıçaqdır. Bu 8, bu 20. Keksim hazırdır. Prop edirəm. Əlinlə kəsirəm, yəni çəkiliş gedir. Əlimdə telefon var. Çox gözəl doğrayır. Əla, süperdir. Bu arada bu keksləri xoşlayıram. Düzü diyetadayam, amma gündə 2 dilim yeyə bilərəm. Biraz yorğunluğumuzu çıxaq. Gözəldir. Bugünkü makiyajım çox sadə idi. Sadəcə gözümü laynerdən çəkdim. Duş. Dodağa heç nə vurmamışdım. Bir də qaşıma acına biraz səliqə saldım. Den açıq bir rəng. Aksesuarlarım buydu bugün. Belə.